Salam müəllimlər, bugünkü mövzumuz əl ilə yerinə yetirilən tikiş əməliyyatları mövzusudur. Məmulatın çox hissəsi, yəni ətəkdir, şalvardır, paltarın aşağı kənarlarıdır, qolun ağzıdır, bunlar çəpinədir, düzdür, xaçvarı tikişlə tikiləcək. Hansı tikişlə? Çəpinə düz xaçvarı tikişlə tikiləcək. Və bu tikişlər də parçanın üst tərəfində görünmədiyi üçün buna nə deyilir? Gizli bastırma tikişi deyilir. İşin icrası üçün isə nazik qısa iynələrdən və parçanın rənginə uyğun və yaxud da parçadan biraz tünd rəngdə olan saplardan istifadə edilir müəllimlər. Bastırma tikişi parçanın üst tərəfində görünməyən detalların aşağı kəsiklərinin qatlanmış kənarlarını birləşdirən gizli tikişdir. Nədir bəs müəllimlər? Düz tikişli qatlama, çəpinə tikişli qatlama, xaçvarı tikişli qatlama. İlk növbədə baxaq düz tikişli qatlamaya. Həm bağlı kəsik, həm də nişanlanmış kəsiklə qatlamadan istifadə edilir. Tikiş məmulatın qat kəsiyin arasından keçdiyinə görə kənarını yüngülvari çevirmək lazımdır. Yəni müəllimlər, bağlı kəsik, nişanlanmış kəsik sözünü görsək, biz düz tikişli qatlamanı götürürük. Tikiş burada sağdan sola həyata keçirilir. Sap qat xəttinin 0.2-0.3 sm-lik məsafə arasından keçir və içəri bükülmüş hissə 0.5 sm daxildən keçərək parçanın üst tərəfinə çıxacaq. Qat xətti deyiriksə 0.2-0.3, içəri bükülmüş deyiriksə 0.5 sm-i götürürük. Və sap parçanın üzərində görünməməlidir. Bu səbəbdən də parçanın üz hissəsinə çıxarkən qalınlığının yarısına bərabər 1-2 sap götürüb yenidən 0.5 sm olmaqla qat kəsinə qatlanmış tikişi ilə bərkidilir. Düz tikişli qatlamada bağlı kəsik, nişanlanmış kəsik sözü sağdan sola. Sap qat xətti deyirsə 0.2-0.3, içəri sözü varsa 0.5 sm. Nədir çəpinə tikişli qatlama? Çəpinə tikişli kəsiyi sökülən nazik qatlanmış kənarı bağlı kəsikli bastırma tikişi ilə bərkidilir. Tikiş iynənin burada da sağdan sola hərəkəti ilə tikilir. İynənin qatlanmış kəsikdən 0.1 sm məsafədən parçaya keçirirlər. Və bu zaman iynə qatlanan hissədən tam, əsas hissədən isə qalınlığın yarısı qədər keçirilir. Tikişin uzunluğu 0.3-0.5 sm olur. Sap dartılır, birinci tikişdən 0.2-0.3 sm olmaqla ikinci tikiş yeri yetirilir. Birinci tikişdən nə qədər deyirsə, birdən sonra 2-3 yadımızda belə saxlayırıq. Birinci tikişdən sonra 0.2-0.3 sm-ni yadımızda saxlayırıq. Çəpinə tikişdə açar sözlərimiz nazik qatlanmış kənarı sözüdür. Belə yadımızda saxlayırıq və sağdan sola sözüdür müəllimlər. Bəs xaçvarı tikiş nədir? Burada qalın parçalardan. Fikir verdiniz, çəpinədə nazik qatlanmış kənarı deyirik, amma xaçvarıda qalın sözün yadımızda saxlayırıq. Və bu tikişi əvvəlcədən kökləmək lazım deyil. Niyə? Çünki xaçvarı tikişi yerinə yetirərkən kənarlarını qatlayıb tikmək olur. Xaçvarı tikiş iynənin soldan sağa doğru hərəkəti ilə yerinə yetirilir. Fikir verdinizsə, düz tikişlər, çəpinə tikişlə dedik ki, sağdan soladır, amma xaçvarıda soldan sağa doğru hərəkəti olur və iynənin qatlanan hissədən tam, yəni 0.1-0.2 sm məsafədən keçirilir. Və bu zaman parçanın sökülmə dərəcəsindən sonra iynənin hissənin kənarından 0.3-0.5 sm aralı keçirirlər. Baxın müəllimlər, düz tikişli qatlama, çəpinə, xaçvarı. Bax, belə yadımızda saxlayırıq. Köbənin biçilməsi. Düz köbə elə bir parça hissəsidir ki, ondan detal kəsinin emalı zamanı istifadə olunacaq. Nədir düz köbə, nədir çəpəki köbə? Eninə və yaxud da çəpinə istiqamətdə sözü varsa düz köbə, 45 dərəcə sözü varsa çəpəki köbəni yadımızda saxlayırıq köbəni. Düz köbəni biçmək üçün parça en kəsikdən əyriliyi çıxarırıq. Parçanı mümkün olduğu qədər düz kəsmək lazımdır. Parçanın kənarının düzəldilməsi, düz köbənin biçilməsi. Və en kəsiyindən köbənin uzunluğu müəyyənləşdirib xətt boyu köbəni qeyd etmək lazımdır. Çəpəki köbənin biçilməsi üçün parçanı elə qatlamaq lazımdır ki, onun kənar haşiyələri en kəsiyi düz bucaq əmələ gətirsin. Nə əmələ gətirsin? Düz bucaq. Və o zaman parçanın qatı 45 dərəcə bucaq altında keçəcək. Çəpəki köbənin biçilməsi, düz bucaq altında. Çəpəki köbənin tikilmə qaydası, tikilmiş çəpəki köbələr. Parçanın
qatlayıb qat yerindən kəsmək lazımdır. Və əvvəlcədən qat yeni kökləmək təbaşir ilə sabunlu karandaşla nişanlayıb, köbəni müəyyən edib kəsikdən xətt çəkmək, parçanı xətt boyunca kəsmək lazımdır. Əgər iş zamanı uzun köbəyə ehtiyac olarsa, onu 2 və daha artıq qısa köbə ilə tikmək lazımdır. Və köbələrin tikilməsi nədir? 2 köbəni kəsikləri yerləşdirməklə düz bucaq altında üz-üzə qoyuruq. Uzunluq 0.3, 0.5 sm olmaqla en kəsiyi boyu tikirik. Emal paylarını ütülüyüb qırağa çıxan kənarlarını kəsmək lazımdır. Belə müəllimlər, dərsimizin izahı bu qədər.